Bugün 2025-ci il noyabr ayının 7'sidir. Sabah bütün Azərbaycanda yaşayan Azərbaycanlılar və Azərbaycandan kənarda yaşayan 50 milyonluq Azərbaycanlılar, eyni zamanda Azərbaycanın dost olan ölkələrdə, Azərbaycanın qələbəsinə sevilən ölkələrdə qələbə günü, zəfər günü böyük təntənə ilə qeyd olunacaqdır. Bu gün münasibəti ilə hər birinizi ürəkdən təbrik edirəm. Bu qələbə tarixi bir qələbədir. Azərbaycan xalqının, Azərbaycan dövlətinin tarixində uzun yüz illərdən bəri əldə etdiyi ilk uğur, ilk qələbədir, ilk zəfər günüdür. Mən fürsətdən istifadə edib bu qələbənin qazanılmasında xüsusi xidmətləri olan insanlara, əlbəttə ilk növbədə bu qələbəyə birbaşa rəhbərlik eləmiş, onun nəzəri və praktik cəhətdən hazırlanmasına rəhbərlik eləmiş Müzəffər Ali Başkomandan Prezident İlham Əliyev ürəkdən təbrik edirəm. Mehriban xanım ürəkdən təbrik edirəm. O, döyüşlərdə iştirak eləmiş əskərlərimizi təbrik edirəm. Şəhid olmuş əskərlərimizə Allahdan rəhmət diləyirəm. Məkanları cənnət olsun. Qazilərimizə tezliklə sağalıb vətənə xidmət istiqamətində uğur arzulayıram. Şəhidlərimizin valideynlərinə, ailə üzvlərinin qarşısında baş əyirəm və onlara səbir arzulayıram. Onlar bilməlilər ki, onların evlatları Azərbaycanı Azərbaycan etmək üçün, o torpaqları Azərbaycan torpağı etmək üçün qanlarından, canlarından keçdilər və şərəfli, cəsarətli Azərbaycan ordusu onların qanını aldı, heç kəsin qanı yerdə qalmadı. Bu qələbə, yenə deyirəm, çox böyük tarixi əhəmiyyətə malikdir. Çünki son 100 illər ərzində heç bir dövlət itirdiyi torpağı geriyə qaytara bilməyibdir. Biz yalnız 30 il üzəri keçəndən sonra Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla həyata keçirən, müasir dövrün tələbləri baxımından həyata keçirən Cənab Prezidentin həyata keçirdiyi siyasətin nəticəsində azad edə bildik. Bizim heç birimiz o 44 gün ərzində hər gün axşam televiziya qarşısında Cənab Prezidentin çıxışlarını gözləyirdik və səbirsizliklə gözləyirdik ki, görəsən bu gecə hansı xoş xəbərlər gələcəkdir. Yaxşı xatırlayırıq. O 44 gün ərzində bütün Azərbaycan xalqı bir yumruq kimi Cənab Prezidentin ətrafında toplandı və Azərbaycanın itirilmiş torpaqlarını, dağıdılmış ərazilərini düşmən tapdağından azad etdilər. Və üstündən az müddət keçəndən sonra lokal antiterror əməliyyatı nəticəsində cəmi bir sutkadan da az müddətdə torpaqlarımızdan bütün erməni silahlı qüvvələri qovuldu və Azərbaycan öz ərazi bütövlüyünü bərpa elədi. Və haqlı olaraq xalqımız hər il bu günü bayram kimi qeyd edir. Bu il isə qələbənin 5 illiyini qeyd edir. Bu tamamilə ayrı bir bayramdır. Mən yaxşı xatırlayıram. Biz həmişə 9 mayı 2-ci Dünya Müharibəsində qələbə günü kimi qeyd edirdik. Artıq bizim öz bayramımız var, öz qələbə günümüz var. Bu qələbə günündə bütün xalq əl-ayağa qalxıb qələbəsini uğurla qeyd edəcəkdir. Mən bir də bu qələbə münasibəti ilə yenə deyirəm, ilk növbədə bu qələbənin memarı Müzəffər Ali Başkomandan Prezident İlham Əliyevi, daim onun arxasında dayanmış, ona dayaq olan həyat yoldaşı Mehriban xanımı və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Qoy qələbəmiz həmişə olsun. Bir də biz imkan verməməliyik ki, vətən torpağına kimsə göz diksin. Bizim də heç kəsin torpağında gözümüz yoxdur. Eyni zamanda bir neçə gün bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Cənab Prezidentin dediyi kimi biz heç zaman Azərbaycanlıların yaşadıkları torpaqları, o cümlədən Qərbi Azərbaycanda yaşadığımız torpaqları unutmayacağıq. Bizim heç kəsin torpağında gözümüz yoxdur. Ancaq biz Qərbi Azərbaycana, öz ana vətənimizə hökmən qayıdacağıq. Silahla deyil,
maşınlarla qayıdacaq, dinç yolla qayıdacaq və Ermənistan hökuməti buna şərait yaradacaqdır. Bu yolda da hər kəsə uğur arzulayıram. Qərbi Azərbaycan icmasının hər biri bilir ki, cənab prezident nə deyibsə onu həyata keçiribdir və biz inanırıq ki, Qərbi Azərbaycandakı torpaqlarımıza da qayıdacaq. Bu yolda hər birimizə uğur arzulayıram.